Salam uşaqlar, bu gün sizlərə Game Guardian necə yüklənir və necə qurulur, onu sizə başa salacağım. Biz Game Guardian yükləmək üçün birinci daxil oluruq Google'a. Google'a daxil olandan sonra bu axtarın yerinə daxil oluruq. Ondan sonra yuxarı Game Guardian Killer App yazırıq. Game Guardian Killer App yazırıq. Bunu tək-tək başa salıram ki, yəni dəqiq başa düşəsiniz. Game Guardian Killer App yazırıq. Axtarışa veririk. Axtarışa verəndən sonra birinci yuxarıda Game Killer yazılan bu sayta daxil oluruq. Daxil olandan sonra azdan aşağı gəlirik. Yəni bu yuxarıdan da görsənir. Narahat olun, yəni aşağı gəlmək lazımdır. Aşağı gələndən sonra burada Fast Dovland yazılır. Fast Dovland, onun üstündən basırıq. Ondan sonra burada yuxarıda açın gəlir, bax açın. Onun üstündən basırıq. İndi məndə o getdi, ola bilsin. Ona görə mən fayllardan girib qaytaracağam da elə bir onu. 2 dəqiqə. Reklam keçsin. Video çəkirəm deyə reklam gəlir. Hə, indi sonuçlara giririk buradan. O çatamayanlar, yəni telefonu qırağa qoyub sonra gəlib deyəndə ki, ya bu yüklənmişdim də hara getdi. Bax onun üçün fayllara girib sonuçlardan tapmaq olar. Nəsə Game Guardian'ın üstünə basırıq, quraşdırırıq. Quraşdırandan sonra sizə belə gəlir, virus yoxlamaq. Onun üçün aşağı aç basırıq. Bu sizə ekrana düşdüyü. Ekrana düşəndən sonra heç nə eləmirsiniz. Belə promo özü atır, girir. Reklamı gözləyəndən sonra keçirik bura. Bura keçəndən sonra birinci yox, ikinci yox, üçüncü. Yəni üçüncüyə daxil oluruq. Kateqoriyaya daxil olandan sonra biz burada ikinci Game Guardian yazılanın üstündən basırıq. Ondan sonra aşağıda Dovland var. Bu aşağıda bizə dəqiqə. Aşağıda Dovland var. Dovlandın üstündən basırıq. İndi bizdə pul olmadığı üçün yuxarıdakı video ilə baxırıq. Videonun üstündən basırıq. İndi bu yüklənəndən sonra video gələcək. Nəsə bu yüklənir. Gördüyünüz kimi qoy yüklənsin. Buradan indi ayarlara keçirik. Buradan icazə veririk. Gördüyünüz kimi burada da icazə istəyir. Gözləyirik 5 saniyə. Bu keçəndən sonra olduğunu basırıq. Nəsə yeni reklam gəlir. Gözləyirik. Reklam qutarandan sonra yuxarıda Google Play yazır. Giririk ona, bir də qaydırıq, çıxırıq. Qısa basırıq. Ondan sonra gördünüz həmən toplantı yerində lokal install yazdı. Onun üstündən basırıq, ayarla deyirik yenə. Yenə buradan gözləyirik. Ola bilsin bu 2 dəfə də gələ bilər, 1 dəfə də gələ bilər. Nəsə indi üstündən yenə icazə veririk. Olduğunu basdıqmı keçirik, quraşdırırıq. Sizdə indi belə gəlir. Yəni çox adam da gələnlər də deyirəm. Daha ətrafının üstündən basırıq. Yenə də quraşdırıq aşağıda. Onu da basırıq. Onu basandan sonra burada parolu veririk. O indi quraşdırılsın. Yenə o virusu yoxlayır. Ola bilsin sizdə həmən yer gəlməz, açılmaz. Onda mənə müraciət edə bilərsiniz. Yəni direktə yaza bilərsiniz. Ondan sonra açırıq. Açandan sonra icazə veririk. Nə icazə istəyir verirsiniz. Ondan sonra burada Dovland yazır. Bunu Dovland Game, yəni Game Guardian'ı yükləyin. Onu basma, X'i basıb çıxırıq. Ondan sonra biz burada GG'nin üstündən basırıq. GG'nin yox, Plus'un üstündən basırıq. Burada biz Game Guardian axtarırıq. Məsələn, tapa bilmədik. Təzədən yəni bir dəfə girib çıxmalısınız da. Burada bir Game Killer, bir də Game Guardian yazılır. Siz isə vaxt Game Killer'ə girməyin. Ancaq Game Guardian üstündən basın, özünü girir. Gələcək bura. Game Killer'ə girməyin. Mən sizə Game Killer'ə girdim, çıxdım. Yəni onu girib çıxmayın. Game Guardian'a girdik. Game Guardian'a girəndən sonra sizə belə ekran qarşılayır. Ondan sonra buradan biz car parking'e bax Plus'un üstündən basırıq. Buradan car parking'in qabağındakı o işarəni yəni açırıq. Açandan sonra sizi bura göndərir. Ayarlardan fayllara girişə icazə verirsiniz. Hamısına icazə verəndən sonra burada yenə saniyələr gözləyir. Oradan mümkünün qabağına yenə üstündən basırıq. Olduğunu basandan sonra sizi atır. Ondan sonra qayıdıb təzən yenə girirsiniz Game Guardian'a. Game Guardian'a girəndən sonra yenə qayıdırsınız. Bura yenə həmən qayda. Car parkingin qabağında yenə açırsınız.
Açandan sonra Carparkingdə gəlir bura CC-nin bölünü, CC64-ün bölünü. Sizdə hamıda biri ola bilsin, biri yazdı, ola bilsin bəzilərində adı dəyişə də bilir. Kateqoriyana daxil oluruq, icazə veririk, tamamı basırıq ancaq burada uşaqlar. Ancaq tamam yazılarını. Gördüyünüz kimi burada tamam, yoxsun, bir də düzəliş et var. Tamamı basırıq. Məndə hərflər böyükdür deyə ola bilsin sizdə gəlməz. Yəni kiçik də gəlsə, başqa formada gəlsə də, yəni eləyində ancaq tamam basın. Yoxsunu bastıq burada yenə. Burada yenə tamam bastıq. Ondan sonra burada icazə veririk. Komikçilərə də icazə veririk, Kateqoriyana da icazə veririk. Çıxırıq indi buradan. Yenidən başlamaya basırıq. Yenidən başlamaya basandan sonra giririk Kateqoriyana təkrar. Girəndən sonra aşağıda doğrulama sözü var. Doğrulama sözünə basırıq. Basırıq və yuxarıda rəng çıxmalıdır. Gördünüz, gəldi. İndi təzədən bir də basırıq. Rəng gələndən sonra ikinci tərəfdə başlamaq sözü var. Başlamaq. Onu bastıq. Ondan sonra gördüyünüz kimi Kateqoriyadan ekrana gəldi. İndi Carparkingə giririk. Carparkingə girəndən sonra yuxarıda yenə video üstündən bir də pulla deyil. Videodan baxırıq yuxarıdakından. Gözləyirik açılsın. Açılandan sonra reklam gəlir. Gözləyin ki reklam keçsin. Nəsə keçəndən sonra saniyələr yenə gəldi bura. Saniyəni gözləyirik. Yenə buradan yuxarıdan Google Play basıb, yəni qaydırıq. Bir də indiksi gözləyirik. Reklamdan nəsə qutardıq, reklamlıq işimiz qutardı. Giririk Carparkingə. Carparkingə girdik uşaqlar. Gözləyirik Carparking açılsın. Kimdə nə alınmasa direktə yazıb müraciət edə bilər. Girəndən sonra da ki, indi biz burada 07-ni bu versiyələmək isə başa salın. Startı basırıq. Startı basırıq nədir əsaslar? Buradan biz 07-ni alırıq. Alandan sonra indi biz biraz pul qazanım, mən gəlirəm. Bir dəqiqə gözləyin. Məsələn uşaqlar, mən pul qazandım, gəldim. 11.000. 11.000 nəyə görə qazandım? 5.000 qabaq bu ferdi, 5.000 də arxa bu feri almaq üçün. İndi baş görəsiniz özünüzdə. İndi biz keçirik buradan ikinci maşınımıza. İkinci maşınımıza 07 bu ferli elimi lazımdır. Onun üçün də keçirik biz ikinci maşınımıza. Keçəndən sonra rəngə giririk. Bu ferlərə keçid edirik. Bu ferlərə keçid edəndən sonra biz ikinci bu feri basırıq. Buradan lupaya basırıq bu qıraqda. Buraya yazırıq 1. 1 yazırıq və aşağıdakını yuxarı toward yazırıq ikincini bax. İkincini basırıq. Ondan sonra yeni axtarışa basırıq aşağıda. Yeni axtarışa basandan sonra gözləyirik yüklənsin. Mən pulu iləsində bilirəm. Siz bizə əsas bu ferdi deyə bu feri göstərirəm mənə. İkinci bu ferimizi, üçüncü bu feri keçib 2 yazırıq. Ondan sonra dördüncü bu feri keçirik. Yenə bura silirik bunu. 3 yazırıq. Ondan sonra X-i basırıq. Almırıq bunu. Çıxırıq eləcələ. Almadan çıxırıq. Yenə çıxırıq. Çıxandan sonra keçirik 07-yə. Yenə rəng yerinə gəlirik. Bu ferə keçirik. Buradan birinci bu feri basırıq. Girik burada qələm yerinə. Oradan yazırıq. Bura -9. Ola bilsin sizdə burada atdı. Təkrar girin eləyin. -9 yazırıq. Yazandan sonra X-i basırıq. Bunu alırıq və çıxırıq. Bunu alırıq ha. Ondan sonra keçirik. Həmənki maşınımıza qaydırıq. Qaydandan görəsiniz ki, qabaq bufer yoxdur. Və gördüyünüz kimi qabaq bufer yoxa çıxdı. İndi arxa buferi çıxardırıq. Arxa buferdə bunun tam əksidir. Keçirik buferlərə. Buradan arxa buferlərə keçirik. Arxa buferdən bunu hamısını silirik əvvəlcə. Silə basıb, hamısını silə basırıq. Bəli veririk. Oradan sonra 1 yazırıq. İkinci buferi seçib birinci buferi yazırıq da. Yəni 2 buferi seçib 1 yazırıq. Ondan sonra üçüncü buferi seçib 2 yazırıq. Ondan sonra dördüncü buferi seçib 3 yazırıq və yenə axtarışa veririk. Ondan sonra almadan yenə çıxırıq. Ondan sonra 07-imizə gəlirik. Nəsə yenə buferlərə keçirik. Arxa buferin birincisini basırıq. Ondan sonra
Burada qələmə girərək -9 yazırıq. Ondan sonra bəliyə basıb alırıq bu verimizi, ondan sonra çıxırıq. Qaydırıq həmin maşına, bir də qaydırıq 07-mizə və bu fer çıxdı. Uşaqlar, bu fer çıxartmaq da bu qədər. Çıxartdıq, ondan sonra belə. İndi siz başqa nətər deyim, pul hiləsi, coin hiləsində direktə yazın, başa salacağım. 16 barmaq eləmək üçün uşaqlar, onları da hamısını direktə yazın. Hələlik uşaqlar, sağ olun. Bu günlük bu qədər.